İstərdik ki, siz bizə məlumat verəsiniz. İyunda hava niyə belə həm dəyişkəndir, gah istidir, gah soyuqdur. Başa düşə bilmirik biz. Salam, sabah xeyir olsun. İyun ayı yay fəslinin ilk ayıdır və bu ay üçün xarakterik olan hava şəraiti və temperatur rejimi ilə fərqlənir. Ümumiyyətlə, siz də qeyd etdiyiniz kimi, bir neçə gündür ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Əsasən dağlıq və dağsayı rayonlarda isə yağıntılar intensiv xarakterlidir. Və bu zamanda şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinin təsir nəticəsində hava şəraitinin qeyri-sabit keçməsi, yağıntılı, küləkli keçməsinə şərait yaradır. Ümumiyyətlə, iyun ayı ilin ən uzun günləri ilə fərqlənir və iyun ayında havanın temperaturunun tədricən yüksəlməsi də müşahidə olunur. Biz çox uzağa yox, çoxluq meteoroloji müşahidələrə nəzər yetirsək, görərik ki, 2019-cu ildə də, 2020-ci ildə də havanın temperaturunun yüksək olması müşahidə olunur. Belə ki, 2019-2020-ci illərdə, 2021-ci ilin iyun 26-sında havanın maksimal temperaturu Bakıda 41 dərəcəyə yüksəlir. Bu da mütləq maksimum temperaturunun təzələnməsinə şərait yaratmışdır. Və yaxın günlərə də biz nəzər salsaq, Bakı və Abşeron yarımadasının yaxın 2-3 gün ərzində yağmursuz hava şəraiti olacaq. Güclü küləkli hava şəraiti gözlənilmir. Gecə saatlarında şimal-qərb küləyi əsəcək, günorta saatlarında isə cənub-şərq küləyi əvəz olunacaq. Və havanın temperaturu tədricən yüksələrək 33-36 dərəcəlik həftə sonuna da yüksəlməsi proqnozlaşdırılır. Eyni zamanda bölgələrdə artıq qeyd etdiyimiz kimi bir neçə gündür ki, yağıntılı hava şəraiti müşahidə olunur. Artıq bu gündən 17, 18, 19-unda əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin günün ikinci yarısında dağlıq və dağ-təri rayonlarda qısa müddətli hava şəraitinin yağıntılı keçməsi müşahidə olunacaq. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi də istisna olunmur. Təşəkkür edirik Gülşad xanım. Çox sağ olun ətraflı məlumata görə.